Gəlin TÜBİTAK Riyaziyyat Olimpiadasının maraqlı bir ehtimal məsələsinə baxaq. 2 mavi, 2 qırmızı, 2 ağ top bir çevrə ətrafında neçə fərqli şəkildə düzülə bilər ki, eyni rəngli toplar yan-yana gəlsin? Bunun ehtimalını tapmalıyıq. 6 fərqli əşya bir çevrə ətrafında 6-1 faktorial, yəni 120 fərqli şəkildə düzülə bilər. Amma hər bir 2 əşya, 2 mavi, 2 qırmızı, 2 bağ top eyni olduğundan onları bölürük nəyə? 2 faktorial, vur 2 faktorial, vur 2 faktorial. 15 fərqli şəkildə düzülüş mümkündür, eyni hallar olduğu üçün. Əlverişli halların sayını tapmaq üçün isə mavi topları birləşdirib böyük bir M hərfi eləyirəm. Qırmızı topları yan-yana qoyub böyük bir Q hərfi kimi yazıram. Ağ topları yan-yana qoyub böyük bir A hərfi yazıram. 3 qrup bir çevrə ətrafında neçə fərqli şəkildə düzülə bilər? 3-1 faktorial bərabər 2. Deməli, axtardığımız ehtimal neçədir? Əlverişli halların sayı 2, ümumi halların sayı 15 olduğu üçün axtardığımız ehtimal 15-də 2, cavab Y variantı.